Bəli, Çinarə, elə dediyin kimi Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət ünvanlayıb və qeyd olunur ki, piyadalar diqqətli olun şərti adı altında yeni hərəkətin təhlükəsizliyi həftəsi keçiriləcək mayın 12-sindən etibarən. İndi isə daha detallı informasiyaları hazırda qonağım Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyevdən alacağıq. Xoş gördük Elvin bəy. Buyurun, detalları sizdən eşidək. Salam, hər vaxtınız xeyir olsun. Bəli, qeyd edim ki, Daxilişlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi piyadaların iştirakı ilə baş verəcək yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün piyadalar diqqətli olun başlığı altında piyada təhlükəsizliyi həftəsi keçiriləcəkdir. Qeyd etmək istərdim ki, ilk növbədə onu vurğulamaq istərdim ki, piyada yol hərəkətinin ən müdafiəsi iştirakçısıdır. Piyadanın iştirakı ilə bağlı hər hansısa bir yol nəqliyyat hadisəsi baş verdiyi zaman piyada ya xəsarət alır və yaxud da həyatını itirir. Biz də bu baş verəcək qəzaların qarşısını almaq üçün belə bir maarifləndirmə həftəsi keçirəcəyik və piyadalarla nəzarət profilaktik tədbirlər həyata keçirəcəyik. Bildirmək istərdim ki, keçən il nisbətən bu il piyadaların iştirakı baş verən yol nəqliyyat hadisələrinin sayı azalmışdır, amma yenə də bu bizləri narahat edir. Çünki piyada yol hərəkətinin ən müdafiəsi iştirakçısıdır və bəzi hallarda da bildirmək istərdim ki, piyadalar yol hərəkəti qaydalarına qarşı biganə yanaşırlar, qeyri-ciddi yanaşırlar ki, bu da piyadaların iştirakı ilə bağlı yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxardır. Piyadalar nəzərdə tutmalıdırlar ki, onlar üçün ayrılan yerlərdən, piyada zolaqlarından, yeraltı keçidlərdən, yeraltı və yerüstü keçidlərdən istifadə etməlidirlər ki, mənzil başına rahat və təhlükəsiz formada çata bilsin. Amma bəzi hallarda piyadalar ümumiyyətlə bu qaydalara fikir vermirlər, yolun hərəkət hissəsindən qaçaraq keçirlər, bəzi hallarda yolun ortasındakı maneələrdən keçirlər və bəzi hallarda da piyada zolaqlarından istifadə edib keçdikləri zaman mobil telefondan istifadə edirlər, qulaqçıqdan istifadə edirlər ki, bu da onların diqqətini yayındırır və qəzanın baş verməsinə gətirib çıxardır. Və bildirmək istərdim ki, may ayının 12-sindən may ayının 19-na qədər piyadalar diqqətli olun başlığı altında hərəkətin təhlükəsizliyi həftəsi keçiriləcəkdir və qeyd etmək istərdim, bu tədbir Respublikanın bütün bölgələrində həyata keçiriləcəkdir. Ona görə də yaratdığımız fürsətdən istifadə edərək bir daha bildirmək istərdim ki, hər bir piyadadan xahişimiz, tövsiyəmiz yol hərəkəti qaydalarına riayət etsinlər ki, hər hansısa bir yol nəqliyyat hadisəsi baş verməsin, həyatlarını itirməsinlər, eləcə də xəsarət almasınlar. Təşəkkürlər Elvin bəy. Çox sağ olun informasiyaları biz və tamaşaçılarımızla detallı şəkildə bölüşdüyünüz üçün. Bir daha xatırladım ki, mayın 12-sindən etibarən piyadalar diqqətli olun şərti adı altında təhlükəsizlik həftəsi keçiriləcək. Amma yəni ötən illə müqayisədə indiki məqamda piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı az olsa da yenə də bununla bağlı təhlükəsizlik tədbirləri görülür və görülməkdə də davam edir. Və təbii ki, bütün bunların yəni biganə yanaşdığımız hər bir qayda həyatımıza birbaşa təhlükə yaradır və bu baxımdan da diqqətli olmaqda fayda var. Verilən tövsiyələrə, xəbərdarlıqlara mütləq şəkildə əməl olunmalıdır. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədər idi. Söz yenidən sizdədir. Təşəkkürümüzü bildiririk Rəqsanə, məlumatı geniş şəkildə bizimlə bölüşdüyün üçün.